Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə marşrutlardan 91 marşrutlarından demək 350 metr məsafədə tam təmirli 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. İndi ətraflı sizə məlumatını verəcəm. Nəzərinizə çatdırım, hörmətli izləyicilər, bu evin demək kürsüsü var, amma yol qalxıb deyə kürsü itib. İndi bu ev tam hazır evdir. Demək girən kimi bura. Burada bir dəhlizdən birə mətbəxədir, birbaşa giriş gördüyünüz kimi. Evin indi kürsünü mən sizə göstərəcəm. Həyəti də var. Sadəcə qabaq hissədə həyəti yoxdur deyə qabaqdan giriş olsa da, amma atılmağa arxada həyəti var. Demək bura sanuzel hissəsidir. Qoy göstərim. Bura sanuzel hissəsidir. Aksesuarlar da qiymətin danışıqdan asılıdır. Demək, buradan da birbaşa böyük bir xoldur. Evin təmiri göz qabağında. Birbaşa burada. Yəni, burada da oturmaq olar. Yəni, bax, bura mətbəx hissəsi düzdür. Giriş pimonu mətbəxədir. Burada dəyişik eləmək olar. Yəni, bax, qapını buradan qoyub, belə bölüb koridor sistemini yaratmaq mümkündür. Bax, belə. Yəni, yaratmaq mümkündür. Demək, keçirik buradan uşaq otağına. Burada bir uşaq otağıdır. Bir yataq otağı burada. Gördüyünüz kimi təmirlər göz qabağında, kombisi qoyulub hazır vəziyyətdədir. Bir yataq otağı da buradadır. Demək, hörmətli izləyicilər, buradan da arxasında həyəti var. Bunu alıb kirayə də rahat verə bilərsiniz. Yəni, elə bir ciddi bir şey yoxdur. Yaşam üstümüzə rahat kirayə 400 manata rahat vermək olur. Burada həyət yanı sahəsidir. Kürsüyə baxın, bax. Görürsünüz, hörmətli izləyicilər. Kürsü burada var. Fikir verirsiniz. Sadəcə yol qalxıb itib. Amma arxa tərəfdə də qaldırmaya ehtiyac olmayıb. Yəni, bunu nəzərinizə çatdırım ki, ev kürsülü ev olub. Hal-hazırda da havalanmağı zadı var. Yol qalxına görə biraz bir kürsü itib deyə düşünməyin ki, evin kürsü yoxdur. Həm də nəmişli heç vapşı yoxdur. Yəni, bunda nəzərdə çatdırın. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Evin qiyməti də, hörmətli izləyicilər, sənəd sərəncam var burada. Yəni, kupsiyə gedən sərəncamdır. Buna nəzərdə çatdırım. Qiyməti də, deyim sizə, 68 mindir, 75 mindən 68 minə düşürülüb. 68 min, yenə də real arzusu endirim olmaqla olacaq. Birbaşa sahibindən görüşəcəksiniz, son sözdə ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.